Azərbaycanda əhalinin sıxlığı və urbanizasiya mövzusuna baxırıq. Azərbaycanda, ümumiyyətlə Azərbaycan Respublikası əhalisinin sayına görə Cənubi Qafqaz ölkələri arasında birinci yeri tutur və Azərbaycanda uzunömürlər diyarı Lənkəran vilayətidir. Xüsusilə burada Lerik, Yardımlı, Masallı rayonlarıdır. Bu rayonlarda hətta Lerik rayonunda daha doğrusu uzunömürlər muzeyi də yaradılıb. Yəni rayonlarda yaşı 100-ü keçmiş çoxlu sayda insanlar var və Azərbaycanda əhalinin artımında hansı müşahidələr var. Deməli, dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da 20-ci əsrdə sürətlə əhali artmışdır. Yəni 1900-cü ildə Azərbaycanda əhalinin sayı 2 milyon nəfər idi. SSR dağılan ərəfədə isə hər 1000 nəfərə 20 nəfər olmuşdu. Təbii ki, 90-cı illərdə müharibələr zamanı deməli bir çox orada hərbiçilər kişilər, oğlanlar şəhid olduğuna görə, öldüyünə görə sonrakı illərdə bu təbii artımın azalmasına səbəb olmuşdur və 2003-cü ildə deməli 8 nəfər olmuşdu. Artıq hər 1000 nəfərə 8 nəfər təbii artım olmuşdur bizdə. Daha sonra 2015-ci ildə təbii artım yenidən çoxalıb və hər 1000 nəfərə 11,7 nəfər təşkil edib. 2021-ci ildə isə Azərbaycan əhalisinin sayı artıq 10 milyon 153 min nəfərdir. Əhalinin təbii artımı isə 0,8% təşkil etmişdir. Ən yüksək təbii artım bizdə təbii ki, Lənkəran, Naxçıvan və Kür Araz Ovalığının bir çox rayonlarında müşahidə edilir. Daha sonra Azərbaycanda təbii ki, əhali qeyri-bərabər məskunlaşıb. Əhalinin bu cümlə çox vacibdir. Ölkə əhalisinin 76%-i düzən və hündürlüyü 500 metrə qədər olan ərazilərdə yaşayır. Deməli, 76%-i düzən və hündürlüyü 500 metrə qədər olan ərazilərdə yaşayır. Ən yüksəkdə yerləşən yaşayış məntəqələrimiz isə Kəlbəcərdə Yuxarı Bağırsaqdır, 2330 metr və Qubada Xınalıq kəndidir, 2350 metr və Azərbaycanda əhalinin orta sıxlığı hər kvadrat kilometrə 117 nəfərdir. Əhalinin sıxlığını tapanda nə edirdik? Əhalinin sayını bölürdük əraziyə. Deməli, əhalinin sıxlığının müxtəlifliyi təbii ki, fərqlidir hər yerdə. Məsələn, ən çox sıxlıq təbii ki, Abşeron yarımadasında, Bakıdadır. Ən az sıxlıq isə orta və yüksək dağlıq ərazilərdə və yaxud da düzən ola bilər, amma çox isti və quru iqlim olan yerlərdə olur. İndi burada xəritəyə baxaq. Görürük ki, ən çox sıxlıq elə əsas şəhərlərdədir. Məsələn, Bakıda, Şirvanda, Gəncədə, daha sonra başqa şəhərlərdən baxaq, rayonlarda, məsələn, Astarada, Lənkəranda, Masallıda, daha sonra burada görürük, deməli, Ağdaş və deməli, Bərdə rayonlarında, ümumiyyətlə, yəni tünd rəngdə gördüyünüz bütün yerlərdə, Xaçmazda, məsələn, əhalinin sıxlığı daha çoxdur. Ümumiyyətlə, düzən yerlərə fikir verin, dağlıq yerlərə nisbətən düzən yerlərdə əhalinin sıxlığı təbii ki, daha çoxdur. Dağlıq yerlərdə Kəlbəcər, Laçın, Qubadlıda, Daşkəsəndə, daha sonra Qobustanda, İsmayılda əhalinin sıxlığı Şahbuzda daha azdır. Daha sonra Azərbaycanda kənd yaşayış məntəqələri üstünlük təşkil edir və hər kənddə orta hesabla 750 nəfər yaşayır. Son zamanlar ölkədə kəndlərin sayının azalması müşahidə olunur. Bunun da səbəb nədir? Çünki əhali kənddən şəhərə doğru axın eləyir. Xüsusilə paytaxta miqrasiya eləyir əhali. Bu da nəyə görədir? İş yerlərinə görə. Yəni kənddə iş tapa bilməyən insanlar üzü şəhərə doğru gəlir. İqtisadi islahatların çox hissəsi elə Bakı və Sumqayıtda həyata keçirilir. Yəni iri sənaye və tikinti şirkətlərinin də elə bu ərazidə yerləşməsi əhalinin də çox hissəsinin burada cəmləşməsinə səbəb olub. Bir dəqiqə. Aha, nəticədə də urbanizasiya prosesi sürətlənib və hazırda ölkə əhalisinin və bu çox vacib məqamdır, ölkə əhalisinin 53%-dən çoxu şəhərlərdə yaşayır. Deməli, Azərbaycanda urbanizasiya 53%-dir. Yəni, ölkə əhalisinin 53%-i şəhərdə yaşayır və bu 53%-in də elə şəhər əhalisinin, yəni 43%-i Bakıda yaşayır. Ümumilikdə Azərbaycan əhalisinin isə 23%-i Bakıdadır. Deməli, nə qədərdir şəhər əhalisimiz? 53%. Bu 53%-in 43%-i elə Bakıdadır və Azərbaycan əhalisinin isə 23%-i Bakıda yaşayır. Sumqayıtda 346 min, Gəncədə isə 336 min əhali vardır. Deməli, bu 9-cu sinif dərslikdən də bəzi burada qeydlərə baxaq. Azərbaycanda ümumiyyətlə cins tərkibində, hazırda əhalinin cins tərkibində qadınların sayı kişilərin sayından az miqdarda üstünlük təşkil edir. Məsələn, qadınlar 50,1%-dir, kişilər isə 49,9%-dir. Və son illərdə doğulan uşaqlar arasında
deməli, oğlan uşaqları daha üstünlük təşkil eləyir və son illər kişi və qadınlar arasında fərq daha da azalır. Çünki doğulanlar arasında oğlan uşaqları üstünlük təşkil edir. Baxın, burada qeyd olunub ki, doğulan uşaqların 53% oğlanlardır, 47% isə qızlar təşkil etmişdir. Yəni testdə görəcəksiniz ki, deyir Azərbaycanda doğulan uşaqlar arasında oğlan uşaqları daha çoxdur, düzdür. Qadınlar kişilərdən çoxdur, düzdür. Qadınlar 50,1%-dir, kişilər deməli 49,9%-dir. Həmçinin əhalinin yaş tərkibində yaşlı əhalinin payı artmaqdadır və bu səhv eləmirəmsə 2019-un statistikasıdır, 11%-dir. Amma deməli 2022-ci il göstəricilərində artıq bir qədər də artıb. Əgər proses davam edərsə, onda demoqrafik inkişaf əhalinin qocalması prosesinin başlanması ilə nəticələnər. Ümumiyyətlə doğum azalıb bizdə və bu da ümumiyyətlə əhalinin qocalması prosesinin başlanması deməkdir. Orta ömür bizdə 72,6 yaşdır, kişilərdə 69,9, qadınlarda isə 75,4 yaşdır. Yəni ümumi götürə bilərsiniz ki, orta ömür 72-dir, kişilərdə 69, qadınlarda isə 75-dir. Daha sonra Azərbaycanda qadınların kişilərdən çox olduğu iqtisadi rayonlar, bunu iqtisadi rayonlarda qeyd etmişdik. Lənkəran, Astarada, Quba, Xaçmaz, bir də Dağlıq Şirvan iqtisadi rayonlarında əhalinin cins tərkibində qadınlar daha çox üstünlük təşkil edirdi. Amma bu, yəni son illərdə artıq fərq azalır, çünki doğulanlar arasında oğlanlar daha çoxdur. Və statistikaya görə ölkədə hər 1000 kişiyə 1006 qadın düşür. Bu da Azərbaycanın demoqrafik vəziyyəti.